Salam əziz şagirdlər. Gəlin bu il matematika sınavına da düşmüş belə bir sualın həllinə baxaq. Sualda bizdən soruşur ki, x üstü 1 bölü 2 vurulsun x üstü 3 bölü 2 bərabərdir 16 tənliyini əldə edin. Bu sualda bir çox şagirdimiz səhvə yol verir. Sual zamanı biz bilməliyik ki, ilk öncə kök altda x, yəni buradakı 2 kök altı işarəsinin burasında yazılır. 2 olduğuna görə yazılmır. Yuxarıdakı da, yəni sürətdəki də qüvvət olaraq yazılır. Vurulsun 2 ilə kök altda x üstü 3'ü bildirir. Vuran zaman qüvvətlər toplanır. Yəni x üstü 1 ilə x üstü 3 toplanır. Burada da olur 2 x üstü 4. Sonra buradakılar islah olunur. Qalır burada x kvadratı bərabərdir 16. X bərabərdir müsbət mənfi 4 düşünəcəksiniz bir çox. Amma belə deyil. Çünki burada əgər mənfi 4 olarsa, bunun hər hansı bir cavabı çıxmır. Ona görə də burada bizim cavabımız C variantı 4 olacaq. Baxdığınız üçün təşəkkür edirəm.